Bugün xalq şairi Nəriman Həsənzadənin vəfatından artıq 3 gün keçir. Sonuncu görüşdə şairə söz vermişdim. Söz vermişdim ki, növbəti görüşdə qızımla gələcəm. Və qızıma da söz vermişdim ki, səni Nəriman baba ilə görüşdürəcəm. Təəssüflər olsun ki, qismət olmadı. Şairimizin vəziyyəti pisləşəndən sonra həmin dövrdə şairimiz üçün bir şeir yazmışdım. Və istəyərdim ki, bu şeiri bütün Nəriman Həsənzadə sevənlər üçün səsləndirim. Allahdan sənə 100 il istəmişdik. Ömrünün varağı doldu mu şair? O günkü görüşdə bilə bilmədik. Bu görüş son görüş oldu mu şair? Gileyin edərdin sən köçənlərin. Məni də gileyə salma sən Allah. Sən elə adamsan ki, sənin yerin nə çarpayı deyil, nə də ki torpaq. Anlaya bilmirəm Allahın işin. Yaxşı da, yaman da torpağa gedir. Sənin bu dünyadan bir gün gedişin indidən könlümü yaman incidir. Öz sözün olmasın, dünən həkimə deyirəm, ay həkim, sən yalan danış. Ümidsiz baxma üzümə, buna inanmağa özün də çalış. Bir tikə ümidə həsrət qalmışam. Təsəlli verən də olmadı şair. Əlimdə varağı hazır tutmuşam. Şeirim dilindən qiymət istəyir. Bu görüşü qızım çox arzuladı. Biraz vaxtı uzat, biraz da yuban. Axı sən bilirsən, o balacadır. Mən necə deyim ki, köstü Nəriman.